2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi, ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması, ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardım müraciət edə biləcək. Bölgə TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Deputat artımları necə hesablanacağını izah edib. Aydınlıq üçün ailənin 5 üzvü var və həmin ailənin rəsmi gəliri 900 manatdır. Bu il isə həmin ailə üçün 1425 manat ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələnindən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələndə 1500 manata yüksəlir və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 525 manat deyil 600 manat olur. Hazırda 80.300 az təminatlı ailənin 353.300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq, deyə Vüqar Bayramov qeyd edib. Dilbər Vüqar qızı, Bölgə TV.